buyurur ki sallallahu aleyhi ve sellem duasında, duadır Peyğəmbər sallallahu aleyhi ve sellemlə bu kəlmələr, deyir ki, təisə əbdü dinar, bədbəxt olsun dinarın qulu, və təisə əbdü dirhəm, bədbəxt olsun dirhəmin qulu, təisə əbdü xamisa, xamisanın qulu bədbəxt ol. Xamisa paltardır, xalat kimi, naxışdır, yəni zinətin, bərbəzəyin qulu. Və sonra deyir ki, təisə vəntəkəs, bədbəxt olsun və tərsinə çevrilir. Tərs dönsün, yəni başı aşağı olsun, ayaq üstə dura bilməsin. Bu xəsarət üçün, dua da onun üçün, xəsarətdə olmağı üçün. Və izə şirkə, əv şeykə fələ intəqaş, ayağına tikan batanda onu maqqaşla da çıxara bilməsin. Yəni ayağına nəsə bir tikan batanda maqqaşla da onu çıxartmağa çalışsa çıxara bilməsin. Yəni heç kim kömək olmasın ona və heç bir kömək olmasın ona. Duadır Peyğəmbər sallallahu aleyhi və səlləmlə. Və üçüncü cəza hansı ki ona verilir, dünyadan ona nə yazılıb ancaq o gələr. Nə qədər çalışsa da, səy göstərsə də, çapalasa da, öyünsə də, artırılmaz nə yazılıb ondan başqa ona. Artırılmaz onun üçün ona yazılan və tezləşdirilməz. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmə müqəddəs ruh, yəni Cəbrail vəhy edir qəlbinə. Deyir ki, ənəhu lən təmutə nəfsun həttə təstəkmilə rizquha. Heç bir nəfs ruzisini tamamlamamış ölməz. Fəttəqullaha və əcmilu fit talab. Ona görə Allahdan qorxun və ruzini gözəl tələb edin. Yəni halal yol.